Bir də var Allahın ismi Əfuvun, əff edən. Bizim dildə əff edən, Əfuvun. Qur'anda 5 yerdə keçir. Və kənəllahu, məsələn, və kənəllahu əfuvanğafura. Allah əfuv vəğafurdur. Fikir verin, əfuv,ğafur ismi yan-yana gəldi. Əfuv,ğafur. Ғafur neydi? Bağışlamaq nədir? Ғafur bağışlayandır. Sən, bağışlamaq nədir? Örtmək. Günahlarla gəlmirsən, o günahlar hamısı örtülüb. Əfuv nədir? Əfuv ismi məhv mənasındadır. Silir. Biri var, qardaşım, bir şey buradadır, düzdür? Üstünü örtdüm. Bir də var ki, onu oradan sildim, orada yoxdur. Eyxan, biri var, üstünü örtdün. Məsələn, ərəblər deyirlər ki, külək yer üzünü əff eləyir, misal çəkirlər. Rih küləkdir. Yer üzündə olan şeylər yoxdur. Məsələn, yarpaqlar və s. zirzibil. Külək neyinir onu? Örtür yoxsa silir? Silib aparır, silib süpürüb aparır. Orada əsəri qalmır. Həmin o şeyin əsəri qalmır. Dayı. Ғafurla Əfuv isminin fərqini görə bildiniz? Sual. Sual, Zöhrab. Tələsirsən, sənə verirəm sualı. Ғafur əblağdır yoxsa Əfuv? Əbləq bilirsiniz nədir? Daha geniş məna. Zöhrab deyir, Əfuv əbləqdir. Ғafurdan. Daha zəmətlidir. Düz deyir. Çünki Əfuv silir, məhv edir. Biri var Allahın Gafir. Quranda keçir. Biri var Gafur. Biri var Gaffar. Üçdür. Gafir-i zəmb. Demişdim Gafir. Deməmişdim. İndi deyirəm. Gafir. Gafir günahları bağışlayandır. Məğfirət. Mixfara sözündən. Örtən.